Məncə 7 yaşında, Sovetin vaxtında necə olmuşdu, elə yaxşıdır. Çünki uşaq biraz böyüyür, dərk eləyir də hər şeyi. 5 yaşında, 6 yaşında məncə düz deyil, yüklənir. Yəqin ki 6 yaş daha uyğun olar. Məncə elə 6 yaşdan. Bəs 6 yaş az deyil sizə görə? Düzdür, az da olsa, amma uşaqların tədrisi qavrama səviyyəsinə görə 6. Çünki mən özüm də ibtidai sinif müəlliməsi olmuşam. 7 yaşdan biraz uşaqların beyni bərkiyir də. Yəni orada düşür əsasən müəllimənin üstünə. Müəllimə əgər yaxşı öyrədə bilirsə 6 yaşından da uşaq götürür. 6-7 yaş arası. Niyə məs 6-7? Bunlar hələ körpədir də, hələ məndən olsa daha gec olar. Çünki özüm görürəm də, çətinlik çəkir, fikri zikri ancaq oynamaqda qalır. Belə. Bəs siz neçə yaşdan qoymağı düşünürsünüz? 6 yaşlı tamam olacaq, 7-nin içində gedəcək məktəbə. 6 yaş. Hələ как раз göndərirəm onu.